Dövlət Məşğulluq Agentliyinin kompüter peşə kursları yazılmışam. Bunu da tanışlarımdan eşitmişəm. Onlar deyir ki, məsləhət görüb ki, və işsizsən, get bir özünü sına. Bax günlər onlar təklif eləyirlər. Mən də ora getdim. Peşə kurslarına yazılmışam. Bir aydan artıqdır ki, gəlirəm. Kompüter üzrə həm nəzəri, həm praktik tapşırıqlar olur. Burada işləyirik. Kompüterlər haqqında, kompüter operatorluğu, eyni zamanda ofis paketləri haqqında xeyli məlumatlar əldə etmişik. Düşünürəm ki, burada öyrəndiklərim çox böyük kömək olacaq. Çünki çox həm marağım olan sahədir, həm də çox önəmli bir sahə olduğu üçün. Dövlətin belə bir proqramı olmağı məni də sevindirdi. Mən də istəyirəm ki, mənim kimi insanlar, məsələn, universitet qutaranlar, neçə ildir işsiz olanlar gəlsinlər, faydalansınlar. Yəni məncə çox yaxşı bir şeydir. Kursumuz kompüter operatoru istiqamətində həftə içi 5 gün 4 saat olmaqla 40 gün ərzində keçirilir. Hər dərsimiz 2 hissəyə bölünür. Birinci növbədə nəzəri hissə hardasa ümumi dərsin 20%-ni təşkil edir, qalan 80%-i praktiki məşğələlərdən ibarət olur. Hal-hazırda mərkəzimizdə Dövlət Məşğulluq Agentliyi ilə birgə icra etdiyimiz peşə kurslarımız davam edir. Peşə kursları 3 istiqamət üzrə davam edir. Birinci sosial media mediatoru, ikincisi kompüter operatoru və üçüncü də qrafik dizayner ixtisasları üzrə. Bu kursları bitirən müdavimlər gələcəkdə iş tapmaqda çətinlik çəkməyəcəklər. Bu layihənin digər təhsil mərkəzləri tərəfindən də həyata keçirilməsini əslində tövsiyə edirik biz. Bu həm dövlət-özəl əməkdaşlığı çərçivəsində təhsil mərkəzlərinə həm bir maddi bir gəlir sağlayır və eyni zamanda sosial yönümdən də təhsil mərkəzləri Dövlət Məşğulluq Agentliyinin, yəni dövlətin layihəsində iştirak etmiş olurlar.